Dənizi izlədikcə suyun çəkildiyini müşahidə etmək mümkündür. Uzun illər gedən proseslər və suyun çəkilməsi nəticəsində suyun altında qalan çöküntülər və qalıntılar artıq suyun üzərinə çıxmağa başlayıb. Bu da Bakı buxtası məsələsini bir daha gündəmə gətirir. Bakı buxtası təqribən 100 ildən çox bir müddət ərzində müxtəlif təsirlərə məruz qalmışdı. Burada həm Abşeron yarımadasının sahillərində, əsasən də Bakı buxtasına yaxın hissələrdə deməli quruda və suda neft hasilatından tutmuş, Bakı şəhərinin ümumilikdə 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində şəhər kimi formalaşması nəticəsində buxtaya və dəniz sahilinə olan təsirlər hamısını götürmək olar. Yəni bu baxımdan təəssüf ki, 100 illik dövr ərzində müxtəlif belə deyək də tullantılar. Bunlar Bakı buxtasının xüsusən də dib hissəsinin çirklənmə məruz qalmasına gətirib çıxardı. Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilib. Mütəxəssislər qeyd edir ki, Bakı buxtasının ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması turizm üçün də olduqca vacib amildir. Gələcəkdə bu istiqamət üzrə dəniz sahili ümumi olaraq nəinki Bakı, Nabrandan tutmuş, yəni Rusiya sərhədindən tutmuş, İran sərhədinə qədər bütün ərazilərimiz, yəni dəniz sahili ərazilər təmizlənsə, hesab edirəm ki, həm turizm infrastrukturu yaradılar, yeni otellər tikilə bilər, yəni bu ümumi olaraq investorları da cəlb eləmək üçün mümkün bir belə deyək, imkanlar yaradar. Qeyd edək ki, Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövsəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirkləndirilmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən tapşırıq verilib.